Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həyatını itirdiyi yol nəqliyyat hadisəsi ilə bağlı müzakirələr davam edir. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, Pərviz Əhmədovun idarə etdiyi Mercedes Bakı-Quba yolunda texniki nasazlıq səbəbindən məcburi dayanıb. Məlumatda bildirilir ki, sürücü avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, yalnız əl işarələri ilə digər sürücüləri xəbərdar etməklə kifayətlənib. Eyni zamanda Zəhra Mehdizadənin motosikleti sürücülük hüququ olmadan idarə etdiyi bildirilir. Hadisə ilə bağlı ictimaiyyəti maraqlandıran əsas suallar isə hələ də cavabsız qalır. Avtomobil qəfil nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanarsa, sürücü konkret olaraq hansı təhlükəsizlik tədbirlərini görməlidir? Nəqliyyat vasitəsini kənara çəkmək mümkün olmadıqda qanunvericilik nə tələb edir? Belə hallarda sürücünü hansı cəza gözləyir? Yol hərəkəti haqqında qanunun 43-cü maddəsinə əsasən sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa hərəkət hissəsinin qırağını göstərən xəttdən sağdakı yol hissəsinə çıxarmaq üçün tədbirlər görməlidir. Həmin qanun 55-ci maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerdə, nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində, onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Üstəlik sürücünün yoldan keçənləri əl işarələri ilə yönləndirməyə çalışması hüquqi əhəmiyyət kəsb etmir. Əksinə, yüksək sürətli magistralda digər sürücülərin diqqətini yayındıran əlavə risk faktoru hesab olunur. Bunları nəzərə aldıqda sürücünün əməlləri barədə Cinayət Məcəlləsinin 263-2-ci maddəsi ilə cinayət işi açılması mümkündür. Maddənin tələbinə görə, avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.